Əlimə məni vurdu, başımdan vurdu, burnumdan vurdu, əlimə dağ bastı. Burnumdan vurdu, sonra dilimdən ət qopardı. Mənim Nəzirli Dilbər, mənim qızımdır. 20 avqust 2011-ci il təvəllüdlüdür. Mən 21 iyul 2014-cü il tarixindən Nəsimi rayon ərazisində yerləşən Qərənfil Dövlət Uşaq Bağçasında qızımı həmin bağçaya qoydum. Və davamlı olaraq 2015-ci ilin may ayının 30-una qədər həmin bağçaya davamlı olaraq getdi. Əfsuslar olsun ki, sentyabr ayı 2014-cü ildə, sentyabr-oktyabr aylarında uşağın bədənində zədələr gördük. Və həmin zədə ilə əlaqədar qançılı izlər idi, kürəyində cırılma idi, dırnaq izi idi və s. Və mən bununla əlaqədar bağçanın müəllimələrinə, elə öz müəllimələrinə dedim. Deyəndə dedilər ki, yox, bu dedi, mənim növbəmdə olmayıbdır. Təbii ki, boyunlarından atdılar, amma dedik ki, ən azından biraz səbirli davranın, yəni belə olmaz, körpədir, dərisi zərifdir. Uşağı gedib bağçadan götürəndə giyinilmiş halda mənim artıq hazır vəziyyətdə giyinli halda bizə verdi uşağı. Halbuki özümüz gedəndən önce giyindirirdik. Burada da gördük ki, uşağın şarfın bağlanıb, başına papaq qoyulub, artıq üst giyimi giyinilmişdi. Gətirdim evdə uşağı soyunduranda əlini, gördüm ki, şarfı burnundan açanda belə bura qədər bağlamışlar şarfı belə. Bağlayanda açanda şarfı gördüm ki, uşağın burnu sinyak, buradan zədə olub, bütün gözün altı gömgöy. Soruşdum, Dilbər, nə olubdu, harada yıxılmışsan, necə olub bu? Dedi ki, mənə sevinç müəllimə döyübdü. Necə vurub, necə olub? Dedi, partada oturmuşdum, deyir, yazırdıq məşğələdə. Mənə deyir, başımdan vurdu, deyir, mən partadaydım, burnumdan qan gəldi. Və mənə deyir, burnumun qanını sildi o. Necə sildi, bəs həkim gəldi, deyirəm, oranın həkimi. Yox, deyir, özü sildi. Uşaqlar gördü, deyir, gördü. Uşağı elə yemək yedizdirəndə axşam üstüydü. Elə yeməyə ağzına qaşıqla qoydum, dedi ki, dilim ağrıdı, ağzı yandı. Mən dedim, uşaq yemək istə deyil, niyə yandı səndə bu? Dilini açanda baxdım, gördüm, dilinin üstündən ət qopub. Təsəvvür edin. Dedim, Dilbər, bu nədir? Dilbər dedi ki, mama deyir, mən deyir, burnum qanayandan sonra müəllimə deyir, mənə burnumun qanını sildi və qucağında 34'ü deyir, mənim dilimi belə qıncırtdı dırnağı ilə. Dedi ki, sən bu dilimi kəsərəm, əgər sən evdə mamaya desən ki, mən səni vurmuşum. İclaslar keçildi, müəlliməyə töhmət verildi ki, 19-cu polis bölməsində həmin Rüstəmova İradə müdürü olaraq öz izahatında mənim şikayətimdən sonra bildirir ki, müəllimə ideal bir müəllimədir, indiyənə qədər elə bir hadisələ rastlaşmamışıq, valideyn əsassız şikayət edir. Müəllimə özü bildirir ki, nə bilim, valideyn mənə şər atır. Baxın, telegram vurmuşam. Zakir Qaralova, işin obyektiv aparılmaması ilə əlaqədar olaraq, sonra Ramil Usubova, Oktay Şirəliyeva, telegramlar vurdum. Ekspertizada qeyri-obyektiv, yəni cəmi 4 dəfə ekspertizadan keçmişik. Sonuncu da rəy bildirir ki, uşaq neuroloji xorigiyada yatıbdır. Uşağın sol ənsə təpə payındakı şişindən, yəni ki, burada xəstəxanadan gələn aparatlardan keçirdik KT-dən, neuroloji uşaq xəstəxanasında. Deməli, KT-də göstərir ki, uşağın beyninə su yığılıb, başına aldığımız zədədən sonra. Elektroensefalografiyada göstərir ki, uşağın sol ənsə payında yəni pik atmalar var, dalğalar var. Bu da o deməkdir ki, uşaq 6 və 14 yaşında kriz keçirə bilər, yəni ki, epilepsiya yaranma, ocaqların yaranma ehtimalı var, ocağın yaranma ehtimalı var, amma epilepsiya deyil uşaq. Hal-hazırda mənim körpəm beyin silkələnməsi yüngül əlamətlərindən əziyyətçi uşaq var qeydiyyatda. Bizim qonşuluqda halbuki Milan adlı bir körpə var idi, o da qızımla eyni qrupaya gedirdi. O qızın adı il boyu jurnalda yoxdur. Məsələn, dövlət orqanlarına, Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Polis İdarəsinə də göndərmişəm. Yəni, jurnalı göndərməmişəm, amma nazirlikdə var və İstintaq şöbədə Nəsimi rayonunda hal-hazırda jurnalların sürəti var. Və orada da baxsalar, siz ora qeyd etməzdiniz ki, uşağın zədəsi var. Yəni, qapalı kəllə-beyin travması keçirdi. Bunu qeyd etmək olmazdı. Və ekspertizada sizin bir yalanınızı çıxardır ki, onun sağ gicgahında yəni şişi olub, qançılı olubdur. Onda sual verirəm, hansınız yalan danışırsınız orada? Qaçır.
Nəsimi rayon prokurorluğu qüvvədə saxladı. Üçüncü, 2 dəfə rədd etdi bölmənin qərarını. Üçüncüdə qüvvədə saxladı ki, iş sübuta yetirilmir deyə. Cinayət işi rədd olunur. Döyülmə faktı da rədd olunur. Yəni tamamilə iş bağlanır, hər şey öz yerində olur. Ancaq bundan mən götürdüm bu qərarı. Bakı şəhər bunu vuraraq ki, qız olduğu bilinsin, belə oğlan oxşuyur. Sırasına baxmasınlar, Dinamo deyir ki, oğlandır bu.
Hacı Bala Abutalıbova. Mən biraz əvvəl Azadlıqda da dedim. Dedim bu şəhid nəvəsidir. Şəhid nəvəsini bugünə salırlar. Həmin dəqiqə çıxardarlar onu işdən. Şəkillər